Şəki rayonunda fəaliyyət göstərən dövlət qurumunda vətəndaşa qarşı ağır psixoloji təzyiq və qorxu iddiaları ilə bağlı ciddi qalmaqal baş qaldırıb. Laçın rayonundan məcburi köçkün düşmüş və hazırda Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində məskunlaşan Abdullayev Əbdül, Şəki şəhər məşğulluq idarəsinin müdiri Abdullah Kərimovun hərəkətlərindən dövlət orqanlarına rəsmi şikayət ərizəsi ünvanlayıb. Şikayətçi Əbdullah Abdullayevin iddialarına görə hər şey onun məşğulluq idarəsinin müdiri Abdullah Kərimovun fəaliyyəti ilə bağlı müəyyən materialları və neqativ məlumatları ictimailəşdirməsindən sonra başlayıb. Bu addımdan dərhal sonra idarə müdirinin ətrafındakı şəxslər və müxtəlif vasitəçilər şikayətçiyə qarşı sistemli təzyiqlərə keçiblər. Vətəndaş iddia edir ki, onun səsləndirdiyi ittihamlardan imtina etməsi və Abdullah Kərimovdan kütləvi şəkildə yalandan üzr istəməsi tələb olunub. Davamlı təhdidlər altında qaldığını deyən Laçınlı köçkün uzun müddətdir yuxusuzluq, ağır stres və qorxu içində yaşadığını, normal həyat ritminin tamamilə pozulduğunu qeyd edib. Təzyiqlərin dözülməz həddə çatdığını vurğulayan şikayətçi hətta həyatına qəsd etmək dərəcəsinə çatdırıldığını etiraf edib. Əbdullah Abdullayev hüquq mühafizə və aidiyyatı dövlət qurumlarından heç bir imtiyaz istəmədiyini, sadəcə qanunun aliliyinin bərpa olunmasını tələb etdiyini bildirir. Mən Abdullayev Əbdül Nurqalamoğlu, Laçın rayonu sakini, hal-hazırda Şəki rayonunda məskunlaşmışam. Mənim müraciətim Şəki rayonunun məşğulluq idarəsinin müdiri Abdullah Kərimovun haqqındadır. Hörmətli baş prokuror, hörmətli Daxili İşlər Naziri, hörmətli cənab prezident, mən sizlərin nəzərinizdə çatdırım ki, Şəki rayonunun məşğulluq idarəsinin müdiri Abdullah Kərimov məni xidmət otağına çağıraraq bildirdi ki, mənim şərtlərim var. Bu şərtlərimi qəbul eləməsəniz sizi həbs elətdirəcəm, sizi türmədə sizin başınıza oynaşdıracam, çıxıb sosial şəbəkə vasitəsilə məndən üzr istəməlisən, orada bildirməlisən ki, bütün günahlar mənimdir, Abdullah müəllimin heç bir günahı yoxdur və mən gəldim evə, orada mənə bildirdi ki, gedib evdə videonu hazırlayın, mənim özümə atırsan, ondan sonra sosial şəbəkə vasitəsilə paylaşırsan. Mən gəldim evə, videonun birini hazırladım, atdım həmin WhatsApp-ına bunun özünə. Sonra onun əlaltısı Məmmədkar Şükürzadə mənə zəng edib bildirdi ki, Abdullah müəllim deyir ki, bu video məni qan eləmədi. Ondan sonra bir videonu da hazırlayıb özünə attım. Yenə bunun əlaltısı, yəni əlaltısı deyəndə, yəni işçisidir, həm də əlaltısıdır. Mənə zəng edib bildirdi ki, Abdullah müəllim deyir ki, mən ondan şər kəsmişəm. Mənim dediyim sözləri deməlidir. Və mən həmin o dediyi videonu hazırladım, attım WhatsApp-la Abdullah müəllimin telefonuna. Sonra bunun əlaltısı mənə zəng edib bildirdi ki, və Abdullah müəllim deyir ki, bu məni qan elədi, həmin videonu paylaş. Mən həmin videonu paylaşdım. Paylaşandan sonra mənim artıq psixologiyam tamamilə yerində deyil, stres keçmişəm. Mən bütün qurumlardan, dövlət qurumlarından xahiş edirəm, Şəki rayonunun məşğulluq idarəsinin müdürünün haqqında tədbir görürsün. Hal-hazırda da mən bu Abdullah Kərimovun haqqında yazdığım bütün məktublar Şəki rayonunun prokuroruna göndərilir. Orada da heç bir araşdırma getmir. İndiyənə kimi Şəki rayonunun məşğulluq idarəsinin müdiri Abdullah Kərimovun haqqında heç bir tədbir görülməyibdir. Bugünə kimi də Abdullah bəydən heç bir izahat alınmayıbdır. Mən sizdən xahiş edirəm. Mənim baş prokuror xahiş edirəm, məni qəbul edin. Əlimdə olan bütün sübutları mən sizə təqdim edim. Vətəndaşın ağır ittihamları ilə bağlı adı çəkilən idarə müdiri Abdullah Kərimovun və Dövlət Məşğulluq Agentliyinin də rəsmi mövqeyi olarsa işıqlandırmağa hazırıq.